Bugün sizi Aras supermarketlərdə Tac markası ilə satışda olan 5 növ şokolad konfetləri istehsal prosesi ilə tanışacağız. Bildirmək istəyirəm ki, avadanlıqlarımız Almanya və İtaliya istehsalıdır. Bütün istehsal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Fabrikamıza daxil olan xam mallar ilkin olaraq Mərkəzi Sınaq Laboratoriyası tərəfindən yoxlanılır. Yalnız nəticələr müsbət olduqda xam mallar ambara daxil olur. Laboratoriyamızda orqanifiziki, fiziki kimyəvi, yəni nəmliyin, turşuluğun, reduksiya edici maddələrin təyin analizləri aparılır. Buna əlavə olaraq istehsal prosesinin bütün mərhələlərində laboratoriya əməkdaşları tərəfindən yerində nəzarət və operativ analizlər aparılır. Nəticələr müsbətdirsə, istehsal prosesi davam etdirilir və nəticələr keyfiyyət nəzarət blanklarında qeydiyyata aparılır. Gördüyümüz bu avadanlıq vasitəsilə yarım fabrikatlar silikon qəliblərə süzülür. Süzüldükdən sonra silikon qəliblər 40 dəqiqə ərzində soyuducu kamerada hərəkət edir. Soyuducu kameradan çıxan yarım fabrikat şokolad təbəqəsi ilə örtülmək üçün glazurlama maşınına daxil olur. Glazurlama maşınında şokolad örtüyünün miqdarı tənzimlənir. Bundan sonra hazır məhsul yenidən soyutmaq üçün soyuducu tunelə daxil olur. İstehsalda bütün yarım fabrikatlar, laboratoriya göstəricilər, texnoloji göstəricilər keyfiyyət nəzarət tərəfindən yoxlanılır. Satışın daha da yaxşı artırılması məqsədi üçün yüksək keyfiyyətli xam mallardan istifadə olunur. Daim keyfiyyət nəzarətçisi tərəfindən nəzarətdə saxlanılır. İstehsal prosesinin sonunda Lembo, Strela, Milky Love, La Fiesta, Gusto çeşitləri Tac markası adı altında istehsal olunaraq Aras marketlər şəbəkəsinə göndərilir.